kiber təhlükəsizlik mövzusu dövrümüzün ən böyük problemlərindən biridir. Bu istiqamətdə həm insanlarımızın, həm şagirdlərimizin, hətta müəllimlərimizin məlumatlı olmağı vacibdir ki, onlar da digər insanlara bu haqda məlumatlar verə bilsinlər. Kiber təhlükə və təhlükəsizlik deyəndə iki fərqli mövzudur. Kiber təhlükə ondan ibarətdir ki, ilk növbədə hər kəsin ağlına gələn məsələ məlumatların oğurlanmasıdır. Amma bu məlumatların oğurlanmasının da xidmət elədiyi bir şey var, bir maddiyyatın əldə olunması. Kiber təhlükəsizlik məsələsində bu məlumatların oğurlanması bəzi, belə deyək, dələduzlar tərəfindən toplu məlumatların kimlərə satılmasına gətirib çıxardır ki, həmin o məlumatlar vasitəsilə də hər hansı bir şirkətlər bizə fərqli məhsullar təklif edirlər, bizim davranışlarımızı analiz edib, bizə uyğun, bizim alma ehtimalımızı artıran məhsullar gətirib çıxardırlar qarşımıza axtarışlarımızda və bu da onların, belə deyək, satışlarını artırır. Bu istiqamətdə bir məlumat oğurlanması var. Ən çox yaygın olan məlumat oğurlanması da budur. Hal-hazırda süni intellektin inkişafı ilə yanaşı kiber təhlükəsizlik mövzusu da aktuallaşır. Əslində burada biz texnologiyanı mühakimə etməyəcəyik. Çünki texnologiyanın inkişafı bizim üçün müsbətdir. Sadəcə olaraq süni intellektin pis məqsədlərdən istifadə edilməsi təbii ki, pis nəticələr göstərə bilər, amma biz onu yaxşı məqsədlər üçün də istifadə edə bilərik. Yəni, qarşı tərəf nə qədər pis niyyətli fəaliyyətlər göstərməyə çalışırsa və təbii ki, daha çox məlumat əldə edəcək və s. Amma biz ola bilsin ki, süni intellekti, yəni eyni tədbirlərdən qarşısı olaraq müdafiə xarakterli, yəni planlar işləsək, o bizə təbii ki, çox böyük effekt verəcək. İnsan əgər bir sistemə araşdırıb səhv boşluğu tapmaq, aradan qaldırması bir neçə saat çəkir, süni intellekt onu bir neçə saniyə ərzində edə bilər, hətta daha da sürətlə edə bilər. Həmçində burada süni intellekt əvvəldən öyrədilir və boşluqların tapması avtomatlaşdırılır. Məsələn, yəni elektrik xəttlərini götürək. Elektrik xəttlərindəki bir yüklənmə, məsələn, insan tərəfindən və yaxud da sadə avtomatlaşdırılmış sistemlər tərəfindən gec aşkar edilə bilər. Ancaq süni intellekt tərəfindən elektrik şəbəkənin qoşulma olduğu zaman süni intellekt buradakı elektrik şəbəkələrindəki həddindən artıq yüklənmənin vaxtını aşkar edə bilər və bunu bir hücum, kritik infrastruktur hücum kimi qiymətləndirər və həmin o elektrik şəbəkəsinə gedən xətti bağlaya bilər. Eyni də digər xidmətlərdə də bunu yerinə yetirə bilərik. Müdafiə xarakterli əsasən dövlət qurumlarında və yaxud da ki, digər özəl şirkətlərdə olsun, vətəndaşlar tərəfindən olsun, bunların müdafiəsi istifadə edilə bilər. Məsələn, serverlərin qorunması üçündür, kritik informasiya obyektlərinin qorunması üçündür, məlumat təhlükəsi üçündür, həmçində vətəndaşların phishing hücumlarından qorunması, daha sonra ransomware hücumlarından kompüterlərin qorunması kimi istifadə olunur. Hücum vasitəsi kimi də əlbəttə ki, yəni hər bir alət də həm yaxşı tərəfdən istifadə olunur, həm pis tərəfdən də. Təəssüf ki, hackerlar da bu müddətdə də öz fəaliyyətini dayandırmır. Yəni süni intellektdən biz nəki avtomatlaşdırmaq üçün istifadə edirik, işlərimizi asanlaşdırmaq üçün istifadə edirik. Eyni hücumçular da süni intellektlərdən öz işlərini asanlaşdırmaq üçün istifadə edirlər. Məsələn, internetdən məlumatın axtarılması və qarşı tərəfə hücumun hazırlanması üçün deyək ki, süni intellekt olmadan müəyyən qədər vaxt lazımdır. Saytların axtarılması, şirkətin məlumatdan saytlardan tapılması və s. Ancaq bunu süni intellekt olduğu halda süni intellekt sadəcə bir prompt vasitəsilə yüzlərcə saytı dəqiqələr içərisində axtarıb bizə lazım olan məlumatı qaytarır. Eynilərdən, məsələn, biz günlük həyatımızda çox sayda süni intellektdən istifadə edirik. Məsələn, ChatGPT olsun, Google Gemini olsun, Copilot olsun. Bunlar çox zaman hücumçular tərəfindən istifadə edilmir. Hücumçular özlərinin süni intellekt alətlərini yaradırlar. Çünki bu kimi süni intellekt alətlərində bizim istifadə etdiyimizdə qaydalar və prinsiplər var ki, bunlar həmin o hücum alətlərinin yaradılmasına icazə vermir. Məhz buna görə də hücumçular öz süni intellekt alətlərini yaradırlar ki, bunlar internetdə bir çox süni intellekt alətlər vardır. Məhz bunun sayəsində də öz alətlərini inkişaf etdirmək sayəsində də hücum səthi genişlənir. Bəs görəsən günümüzdə süni intellekt sistemlərinin məlumat toplaması hüquqi risklər yaradırmı? Məsələ biz bu sualımızın cavabını da öyrəndik. Azərbaycan Respublikası Prezidentinin 19 mart 2025-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında 2025-28-ci illər üzrə süni intellekt strategiyası qəbul olunmuşdur. Həmin strategiyada süni intellektdən məsuliyyətlə istifadə olunmasının, həmçinin məlumatların məxfiliyinin qorunmasının, fərdi məlumatların əldə edilməsinin, qanunvericiyə uyğun həyata keçirilməsinin, süni intellekt vasitəsilə fərdi məlumatların əldə edilməsi, kiber təhlükəsizlik, dezinformasiya və digər sahələr üzrə müəyyən riskə yarada bilir. Buna görə də dövlət tərəfindən bu risklərin qarşısının qabaqcadan alınması üçün bu sahə üzrə hüquqi bazanın təkmilləşdirilməsi və texniki təhlükəsizlik tədbirlərinin görülməsi daimi olaraq diqqətdə saxlanılır. Bu sahə üzrə daimi olaraq zəruri tədbirlər icra edilməkdədir.
Bugün süni intellekt gündəlik həyatımızın görünməz, amma ən güclü təsir vasitələrindən birinə çevrilib. Bəs sizcə süni intellekt nədir? Süni intellekt insan kimi düşünə, öyrənə və müəyyən tapşırıqları yerinə yetirə bilən ağıllı proqramlardır. Amma onun yaratdığı məlumat həmişə doğru olmur. Süni intellekt reala çox bənzər mətnlər, şəkillər və videolar yarada bilir. Bu da doğru ilə yanlışı ayırmağı çətinləşdirir. Məlumatın manipulyasiya məqsədi ilə yayılmasına şərait yaradır. Məzmunu olduğu kimi qəbul etmə. Məlumatın məqsədini başa düş. Faktları və mənbələri yoxla. Süni intellektin yaratdığı məlumatlara sorğulayıcı yanaş. Araşdır, müqayisə et və təsirə düşmədən qərar ver. Həqiqəti fərqləndirə bilmək üçün media savadlı ol. Məlumatın doğruluğu hamımızın məsuliyyətidir. Bugünkü dövrdə oyun platformaları böyük bir iqtisadiyyat formasına gəlib çıxıbdır. Milyardlarla dollar vəsait köçürülür bu oyun platformalarına. Hər kəs 5 dollar, 10 dollar, 50 dollar, hətta minlərlə dollarlar xərcləyib bu oyunlarda müəyyən səviyyələrə gəlmək istəyən insanlarla doludur cəmiyyət. Bu insanların orada əldə etdikləri müəyyən, belə deyək, səviyyələrimi, güclərimi özlərinə köçürmək. Bu problemlərlə rastlaşmaq mümkündür, amma bu istiqamətdə də bizim mövzumuza uyğun olaraq süni intellekt bizə iki yol açır. Süni intellekt həm bu tələlərə düşməyimizi asanlaşdırır bir tərəfdən, həm də bizim qorunmağımızı da təmin edir. Hər kəs bunu anlamalıdır ki, ilk növbədə valideynlər də diqqətli olmalıdır ki, bu kiber hücumlardan qorunmağın birinci yolu şagirdlərimizi, övladlarımızı diqqətli olmağa çağırmaqdır. İnsan nə qədər diqqətli olsa, nə qədər belə deyək, rəqəmsal savadlılığı olsa, o qədər bu cür təhlükələrdən yan keçə bilər və insanların çoxusu öz səhvləri ucbatından bir növ bu tələlərə düşürlər. Süni intellekt vasitəsilə hücumlar baş verir və ola bilər ki, burada vətəndaşların məlumatları da oğurlana bilər, vətəndaşlara olunan mailləri götürülüb. Məsələn, tutaq ki, mənim istifadəçi bazam vardı və istifadəçi bazamda istifadəçilərin deyək ki, mailləri vardı, telefon nömrələri vardı və yaxud da ki, hər hansı bir bank olsun, kart məlumatları vardı. Şəxsi məlumatlar ümumiləşdirib belə deyə bilərik. Bu zaman məlumatlar götürüldükdən sonra bizə mail vasitəsilə mesajlar gələ bilər, zənglər gələ bilər WhatsApp üzərindən və s. Məsələn, buna necə nümunə göstərə bilərik? Bəzən görürsünüz ki, sizə mail vasitəsilə bilmədiyiniz yerdən bir mesaj gəlir. Bir konfransda ola bilər, xaricdə olan bankda ola bilər. Bəs bunlar sizin mailinizdə məsələn fikirləşə bilərsiniz ki, hardan alıblar əlaqə məlumatlarınız və yaxud da WhatsApp-dan xarici nömrələrdən sizə mesajlar gəlir, deyək ki, pul tələsi kimi. Bunların hamısı internetdə qorunmayan məlumatlarınızın, açıqda olan məlumatlarınızın əldə edilməsinə irəli gəlir. Yəni burada ən əsas rol, belə deyək, vətəndaşın savadlılığının daha irəli səviyyədə olması kiber savadlılığıdır. Çünki bir vətəndaş zərərli proqramın necə davrandığını bilib, ayırt edə bilirsə, əlbəttə ki, bunun hücum olduğunu da fərqinə varacaq. Yoxsa əgər bir vətəndaş bunu bilmirsə, heç bir məlumatı yoxdursa, belə deyim, məlumatımız olmadığı, bilmədiyimiz bir hücumdan heç cür qoruna bilmərik. Bu istiqamətdə şagirdlər, valideynlər, ümumiyyətlə insanlarımız bilməlidir ki, ilkin hədəf hansı platformda olursaq olaq, müasir dövrün, belə deyək, ən gözəl qorunmasından biri olan iki faktorlu qorunmadan istifadə etməlidirlər ki, bu iki faktorlu qorunmada ondan ibarətdir ki, hər bir dəqiqədən bir bizim sistemin kodunu dəyişir. Və bu da bizim sistemimizə, mövcud olduğumuz platforma nə olursa olsun, oraya yad müdaxilələrin ehtimalını zəiflədir. Birbaşa bizə hücum olmadığına görə də bu sistemlər bizi kifayət qədər güclü formada qoruyur. Salam, mən DigiGuard. İnternetdə hər gün milyonlarla məlumat paylaşılır. Amma onların hamısı etibarlı olmur. Gördüyün hər məlumata inanırsan, paylaşmadan əvvəl düşünürsən, rəqəmsal məkanda yanlış və manipulyativ məlumatlar sürətlə yayılır. Mənbəyə sual ver. İnformasiyanı təhlil et. Faktları yoxla. Paylaşmadan öncə yenidən düşün. Yanlış məlumatları paylaşaraq dezinformasiyanın yayılmasına səbəb olma. Düşün, yoxla, sonra paylaş. Məlumatın doğruluğu hamımızın məsuliyyətidir. Süni intellekt platformaları fərdi məlumatların və ya digər məlumatları əldə edərkən qanunvericiliyin tərəfləri mütləq şəkildə nəzərə almalıdırlar
Belə ki, Azərbaycan Respublikasında fərdi məlumatların qorunması qanunvericiliyi ilə ciddi sürətlə tənzimlənməkdədir. Süni intellekt dizaynerləri, onların hazırlayan hüquqi və ya fiziki şəxslər bu qanunvericiliyin tələblərini nəzərə almalıdır. Fərdi məlumatların və ya qanunla qorunan məlumatların pozuntusuna yol verilmiş hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının inzibati və cinayət məsuliyyət qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar. İstənilən halda süni intellekt həm silah ola bilir, həm qalxan ola bilir. Bu nöqteyi nəzərdən silah kimi istifadə edənlər var bundan və qalxan kimi istifadə edənlər var. Amma hər iki faktoru da insanın diqqəti gücsüz hala gətirə bilər. İnsan nə qədər diqqətli olsa bu internet platformasında, o iki tərəfdə gücsüz olur. Sənə hücum eləyən də, qalxan da. Ümumiyyətlə, bu hücumların reallaşmasının birinci növü internetin olmasıdır. İnternet istəyən platformalara daxil olmaqdır ki, internet vasitəsilə yayılır bunlar. Və sən nə qədər ayıq-sayıq olsan, nə qədər belə deyək, etibarlı saytlarda gəzinsən, o qədər qorunma ehtimalın artır ki, zaten həmin o saytların da özlərinin qoruma sistemləri var. Səndən qabaq sənin öz istifadəçisini düşünürlər zaten onlar. Bizi aldadan əsas şey o platformalardan kənar platformalara qoşulmaq və xüsusi bir üstünlük əldə etmək istəyidir. Biz o üstünlüyü əldə etmək istədikcə də həmin o istəyimizdən istifadə edən hücumçular bizə belə deyək zərər yetirə bilir. Amma süni intellektin bu tərəfi ilə yanaşı qoruyucu tərəfləri də var ki, artıq xüsusi proqramlar belə süni intellektin gücündən istifadə edirlər. Necə ki, hücumçu var, qoruyan da var bizi, əlbəttə ki. Kompüterlərimizdə bu proqramların olması, yüklənməsi, orijinal proqramların yüklənməsi çox mühüm əhəmiyyət daşıyır. Valideynlər buna da diqqət etməlidirlər. Və qoruyucu tərəf daha güclüdür. Nə mənada daha güclüdür? Artıq belə deyək, süni intellektin üstün tərəfi ondan ibarətdir ki, qarşı tərəfin səsini, hətta davranışlarını kopyalaya bilir. Ona görə kopyalayır ki, artıq şifrələnməli biometrik şifrələnməyə keçib. İnsanlar səsləri ilə, baxışları ilə, toxunuşları ilə kilitləri açırlar. Və süni intellekt hücumları da bu bizim toxunuşlarımı, davranışlarımı, səsimizmi, hətta dostlarımızı belə kopyalaya bilir. Bu da hər hansı bir platformada bizim kimi davranmağına kömək edir süni intellektlərin. Amma bu antivirüslərin qoruma prosesindəki süni intellektlər də bizim davranışlarımızı ya da ki, bizə özünü oxşatmaq istəyənlərə qarşı bir silahdır. Kimlər ki, qarşı tərəfə hücum edən şəxslər bizim davranışlarımızı təqlid eləmək istəsə, ya da ki, bizim kimi davranmağa çalışsa, biometrimizdən istifadə eləməyə çalışsa, öncədən o hücum başlamamışdan onun qarşısını ala bilir. Bu nöqteyə nəzərdən də hər zaman diqqətimizi saxlamalıyıq ki, antivirüslərdən istifadə eləyək. Bu antivirüslər həm bizim web səhifələrdəki hərəkətlərimizi, bizə yönələn hücumları öncədən görüb, nə bilir, saxlaya bilir. Bu da kifayət qədər bizi qoruyacaq. Kiber kəşfiyyat hücumları, belə deyim, xarakterinə görə fərqlənir. Bir şəxsə görə yönəlmiş kiber kəşfiyyat hücumları vardır, bir də hər hansı bir şirkətə və yaxud dövlət qurumuna qarşı yönəlmiş kiber kəşfiyyat hücumları vardır. Şəxsə qarşı yönəlmiş kiber kəşfiyyat hücumları şəxs haqqında məlumat toplanılır, şəxsin zəif tərəfləri tapılır və zəif tərəflər tapıldıqdan sonra da ona qarşı hücum təyin edilir. Təşkilata və şirkətə qarşı yönəlmiş hücumlarda şirkətdə məsələn hər hansı bir zəif halqanın, yəni zəif işçinin tapılması və yaxud da ki, boş bir texniki boşluğun tapılması vasitəsilə və yaxud da ki, şirkət hər hansı bir həssas məlumat paylaşıbdır və yaxud da internetdə web səhifələrində boşluq vardır. Bunun vasitəsilə məsələn hücumlar nəzərdə tutulur. Süni intellekt vasitəsilə bu boşluqlar sürətli vasitəsilə skan edilə bilər. Həmçinin internetdə web səhifədəki olan boşluqlar da süni intellekt alətləri vasitəsilə tapıla bilər. Məhz bu boşluqların tapılması nəticəsində də yenidən təşkilata hücumlar həyata keçirilə bilər. Eynilə də vətəndaşların özlərinə. İnsanın istifadəsindən təbii ki, asılıdır. Müəyyən mənada çətinləşib deyə bilərəm. Çünki artıq yeni taktikalar meydana çıxır, yeni hücum metodları mövcudlaşır. Amma biz də onunla yanaşı müdafiə sahəmizi daha çox inkişaf etdirsək, təbii ki, biz eyni intervalla müdafiə tərəfini yaxşılaşdırmış olacaq. Yəni, biz o texnologiya inkişafını izləyə bilsək, təbii ki, müsbət nəticələr əldə edəcəyik. Lakin biz texnoloji imkanları yetərincə istifadə etmədikdə, yaxud da ki, müəyyən mövzularda geri qaldıqda, təbii ki, o sahə daha çox inkişaf edəcək və biz bir növü uzlaşa bilməyəcəyik. Müxtəlif bəzəkli, belə deyək,
diqqət cəlb edən, insanı ora yönləndirən tələlər mövcud olur ki, platformalarda. Bu sadəcə oyun üçün deyil, hər yöndə var bu. Ucuz YouTube kanalı premium eləmək kimi, ya da ki, get kontaktı pulsuz əldə etmək kimi müxtəlif bəzəkli tələlər mövcuddur. Bu tələlərin də əsl məqsədi o demək deyil ki, mütləq səndən nəsə uğurlanacaq ya da ki, nəsə əldə olunacaq. Əsas məqsədi odur ki, mümkün qədər çox insanın platformasına giriş etməyə çalışırlar. Bu insanlar bu ildə, gələn ildə, növbəti ildə ora hər hansı bir məbləğ köçürdəndə o məbləği uğurlamaq imkanları var. Və süni intellektin təhlükəli tərəfi burada odur ki, əvvəllər bunu fərdi edən insanlar müəyyən sürətdə bunu edə bilirdilərsə, 10 nəfər edə bilirdilərsə, süni intellekt bizim normal insandan daha güclü, sürətli olduğuna görə bunu artıq minlərlə insana asanlıqla eləyə bilirlər. Və belə deyək, hər kəsdən balaca məbləğləri toplamağa daha meyilli ola bilər. Çünki say artıq çoxdur. Və bu çoxu zaman bizim o linklərə daxil olduğumuz zaman bizim başımıza gəlmir. Çünki həmin anlarda bizim hesabımızda vəsait olmaya bilər. Amma bir il sonra ola bilər, 6 ay sonra ora bir vəsait daxil edə bilərik və bu vəsait onlar tərəfindən oğurlana bilər. Və bu da onlar üçün davamlı bir gəlir mənbəyidir. Amma bu tələlərə düşmək də bizdən asılıdır. Niyə? Çünki biz aldadıcı vədlərə çox inanırıq və diqqətli olmalıyıq ki, bəzəkli vədlərdən uzaq duraq. Əgər orada bir möhtəşəm təklif varsa və o təklifin real olmağı məni biraz şübhələndirirsə, deməli orada bir problem mövcud ola bilər. Bu istiqamətdə də hər kəs ehtiyatlı olmalıdır ki, bir məhsul satılırsa, onu orijinal satılan mərkəzdən almaq, əldə etmək lazımdır. Növbəti təhlükəsizlik tədbiri də ondan ibarətdir ki, valideynlər uşaqlara fərdi kartlar verməməlidirlər, öz kart informasiyalarını verməməlidirlər. Bəzən edirik, uşaqlarımız müəyyən balaca xərclərini kartdan qarşılasınlar deyə onlara öz kartlarımızı verə bilir, şifrələrimizi verə bilir, hətta bir banklarımız onların telefonlarında mövcud ola bilir. İstər-istəməz uşaqlar bizdən daha çox fərqli platformalara daxil ola bildiklərinə görə o məlumatların uğurlanma ehtimalı da daha çox artır və bir anda biz görə bilərik ki, kartımızda müəyyən vəsaitlər silinib və bu vəsaitin hardan silindiyini də biz belə deyək, tapmaq çox çətin hala gələcək. Ona görə o təhlükədən qorunmağın birinci yolu övladlarımıza fərdi kartlar verməməkdir. Hörmətli tamaşaçılar, gəlin bu məqamda öyrənək görək. Süni intellektin inkişafı, kiber risklərin idarə olunması ilə bağlı model necə dəyişib? Ümumiyyətlə təsir edibmi? Hal-hazırda ən kritik kiber risk biz xüsusən deepfake sahəsi üzərində dururuq. Çünki artıq şəxsin məlumatlarının digər məqsədlər üçün istifadə edilmək halları var ki, bu da artıq böhtan xarakterli, hansı ki, Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulur, fərdi məlumatların qorunması haqqında qanunun bir sıra sahələrinin pozulması ilə nəzərlənir. Bu səbəbdən biz Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hər hansı şirkətlər və yaxud da ki, dövlət qurumlarının hansı ki, fəaliyyət sahəsi vətəndaşın məlumatlarının toplanması, işlənməsi ilə bağlı sahədirsə, bununla bağlı bizim müəyyən reyestr və lisenziyamız olmalıdır ki, bu fəaliyyəti icra edə bilsin. Təbii ki, bu fəaliyyət qanunvericiliyi ilə tənzimlənir, üçüncü tərəflərə heç bir halda ötürülə bilməz və bunun müəyyən monitorinqləri davamlı şəkildə aparılır və son bir ildə də artıq 3 milyondan çox Azərbaycan Respublikası vətəndaşının məlumatları xarici qüvvələr tərəfindən oğurlanmağa cəhd edilmişdir və bunun qarşısı bizim qüvvələrimiz tərəfindən alınmışdır. Onu da qeyd edim ki, artıq insanlar fərdi məlumatlarını düzgün qorumamış da ola bilər. Adətən fərdi məlumatların pozulması halı vətəndaşın öz məlumatlarını aid olmayan sahələrdə qeyd etməsi və yaxud da ki, təqdim etməsidir. Misal üçün, insanın göz qişasının məlumatlarıdır, üz quruluşudur, səs akustikasıdır, səs temberidir, onun barmaq izidir, əl izləridir və eyni zamanda digər, misal üçün, DNT analizləri var, bədəninə xas olan müəyyən izlər var ki, bu məlumatlar artıq fərdi məlumat hesab edilir. Eyni zamanda sizin şəxsi imzanız da bura qeyd edilir. Yəni, bu kimi məlumatları əhatə edən hər hansı məlumat toplanması birbaşa Azərbaycan Respublikası qanunvericiliyindən tənzimlənməlidir. Əgər siz qanunvericiliyindən başqa sahələrdə bu məlumatları göstərirsinizsə, bu artıq
sizin özünüzün məlumatları öz razılığınızla verməniz deməkdir. Məlumat sızması ilə qarşılaşan hər bir vətəndaş, şəxs bu haqda həmin ilk tədbiri olaraq istifadə etdiyi platforma üzrə onların özünün şifrələrinin, parollarının dəyişməsi zəruridir. Əgər həmin fərdi məlumatların ağırlıq dərəcəsi, təhlükəsizlik dərəcəsi nəzərə alındıqda, bu haqda vətəndaş dərhal aidiyyatı dövlət orqanlarına müraciət olunmalıdır ki, gələcəkdə həmin sahə üzrə risklərin qarşısı alınsın. Çünki kiber təhlükəsizlik sahəsində böyük risklər daşıyır, həm maliyyə sahəsində, həm digər sahəsində. Bu sahə üzrə vətəndaşlar həmin platformadan istifadə edərkən informasiya təhlükəsizliyi üzrə tələblərə mütləq şəkildə nəzər yetirməli və həmin tələblərə uyğun olaraq öz informasiya təhlükəsizliyini təmin etməsini həyata keçirməlidir. Azərbaycan Respublikasında fərdi məlumatların qorunması həmişə daimi ciddi sürətlə həyata keçirilmişdir. Azərbaycan Respublikasında fərdi məlumatlar haqqında qanunda, həmçinin informasiyalaşdırma və informasiya mühafizəsi haqqında Azərbaycan Respublikası qanunlarında həm fərdi məlumatların yayılması və ya onların əldə edilməsi tənzimlənmişdir. Vətəndaşın özünün razılığı olmadan onun haqqında məlumatların sosial platformalarda paylaşılması və ya süni intellekt videolarında istifadə olunması təbii ki, məsuliyyət daşıyır. Həm mülki məsuliyyət daşıyır, həm cinayət məsuliyyəti daşıyır. Bununla qarşılaşan vətəndaş həm mülki qaydada məhkəməyə müraciət etməklə, həmçinin aidiyyatı dövlət orqanlarına müraciət etməklə öz hüquqi müdafiəsini təmin edə bilər. Əsasən süni intellektdə erkən aşkarlamada vətəndaşlar daha çox bundan yararlanmır, belə deyək, müəssisələr yararlanır. Çünki bu aşkarlama sistemlərinin hər hansı bir texniki sistemə hücum edilərkən işə yarayır. Vətəndaşlara məsələn necə deyək, bir phishing hücumu gəlir. Phishing hücumu sadə dildə desək, saxta mesaj gəlir hər hansı bir qurum adından, şirkət adından və burada siz həmin linklərə və yaxud da ki, e-maillərə girərək öz məlumatlarınızı qarşı tərəflə paylaşırsınız. Məsələn, bunu süni intellekt vasitəsilə gərək sizin e-mail provideriniz edə. Məsələn, Gmail-dən istifadə edirsinizsə, Gmail vasitəsilə deyək Gmail özü bir süni intellekt sistemi quraşdırır və bu süni intellekt sistemi sizə gələn mailləri araşdırır, phishing kimi işarətləyib işarətləmir. Məhz buna görə deyirəm ki, əsasən bu aşkarlanma, qaban alma sistemləri əsasən müəssisə səviyyəsindədir. Çünki müəssisə səviyyəsində IT mütəxəssisləri hər zaman müəssisədəki texniki sistemləri şəbəkəni qorumaq üçün bu kimi hallardan həmişə tətbiq edirlər. Ancaq vətəndaşların istifadəyə xidmətləri tətbiq edə bilər, eləməyə də bilər, bu dəyişir. Belə ki, müəssisə daxilində də istifadə ediləndə süni intellekt əvvəldən təlim keçirilir, öyrədilir. Məsələn, əgər bu kimi hal baş verərsə, deyək ki, serverə eyni anda gündəlik deyək ki, 10 ədəd istifadəçi işləyir. Bu 10 ədəd birdən-birə 1000 ədədə qalxarsa, demək ki, bu nədir? Şübhəli hücum kimi verilir. Və süni intellekt bunu yavaş-yavaş öyrənir, bilir. Və növbətdə bu hücum baş verəndə, deyək ki, 1000-dən yaxın istifadəçi girməyə çalışanda, buna biz DDoS hücumu deyirik. Süni intellekt bunu təhlükəli kimi işarətləyir və qabağını alır. Ancaq burada bəzi nüanslar da var ki, süni intellekt düzgün təlim keçirilməlikdə, öyrədilməlikdə bunları yanlış kimi qarşılamaya bilər. Buna false pozitiv deyirik. Hücumu məsələn nə edir? Doğruymuş kimi ötürüb, qəbul edib içəri ötürür. Yəni buna görə də süni intellekt sistemlərinin təlimi keçirilməsi vaxtında yeni hücumların öyrədilməsi də vacib əhəmiyyət daşıyır. Hal-hazırda müəyyən tədbirlər planlarımız mövcuddur. Mütəmadi olaraq məktəblərdə və digər dövlət qurumlarında tədbirlər həyata keçirilir. Adətən biz burada vətəndaşı təbii ki, günahlandırmırıq. Adətən insanların məlumatı bilməməsindən, yəni hər hansı qanun pozuntusu edə bilər. Təbii ki, bu qanunvericiliklə tənzimlənir, bu bəlli məsələ. Amma biz bunun qarşısını almaq üçün müəyyən təlimlər, məlumat verici videoroliklər və s. tədbirlər təşkil edilir ki, insanların bu sahədə məlumatı olsun. Texnologiya gün-gün inkişaf etdikcə artıq hücum vektorları da dəyişir. Əvvəlki qaydalarda hücuma edilmir. Daha gizli üsullarla icra edildiyinə görə artıq yeni üsullarda biz dərhal zamanında vətəndaşlara məlumat verməyə çalışırıq ki, artıq buna qarşı tədbirli olsunlar. Adətən amma vətəndaşın məsuliyyətsizliyi bu kimi məlumatların pozulmasına gətirib çıxarır. Hər kəs girdiyi linkin orijinallığına baxa bilməlidir. Bir neçə fərqli növlər var ki, bu girdiyimiz linklərin orijinallığını, ora müraciət edən insanların sayını analiz edə biləcəyimiz fərqli platformalar var. Bəsitcə linki götürüb hər hansı bir yerə qeyd edirsən, o belə deyək, veb səhifə haqqında məlumatlar əldə edə bilirsən. Onun güvənilirliyi, keyfiyyəti, hardan qeydiyyatdan keçmək kimi. Amma adətən biz bu tipli yerlərdə tələyə düşmürük. Ən güvəndiyimiz yerlərdə tələyə düşürük. Süni intellekt həqiqi mənada dövrümüzün ən böyük kəşflərindən biridir. Və süni intellektin dəyərli olmasına, belə deyək, dəyərli olması üçün, yəni bizim doğru şəkildə ondan istifadə etməyimiz vacibdir. Məlumatlılığımız vacibdir.
Süni intellekt həm dost ola bilər, həm düşmən ola bilər bizə, amma dost olması üçün biz nələr edə bilərik? Onlar haqqında şagirdlərimizi, övladlarımızı, insanlarımızı məlumatlandırmalıyıq. Süni intellekt ümumiyyətlə bizə yardımcı bir platformadır, hər şeyi bilən bir platforma deyil. Süni intellektdə hər şeyimizi danışmalı deyilik, süni intellektdə hər məlumatlarımızı verməli deyilik. Hətta hər tapşırıqlarımızı, ev tapşırıqlarını, işlərimizi süni intellektdə gördürməli deyilik. Müəyyən qismlərində bizə kömək eləməyini istəməliyik bugünkü dövrdə. Çünki get-gedə inkişaf eləyir, bugünkü gündə süni intellektlərin müəyyən boşluqları olmuş ola bilər. Biz zamanla düzgün suallar ünvanlayaraq süni intellektin istifadəni gücləndirə bilərik. Sadəcə süni intellektə sual vermək yox, digər platformalarda istər davranışlarımız, istər belə deyək, səs tonlarımız, görüntümüz də süni intellektlər tərəfindən asanlıqla kopyalana bilir. Bunun özü də bir məlumat bazasıdır. Hər hansı bir süni intellekt, yad belə deyək, virus formasında bizə ünvanlanan süni intellektlər bizim davranışlarımızı kopyalayıb, eyni bizim kimi hərəkətlər eləyə bilər. Bu istiqamətdə çox diqqətli olmalıyıq ki, süni intellektlərlə təmasda orijinal və bildiyimiz süni intellektlərdən istifadə etməliyik. Və buna da misal olaraq onu da qeyd edə bilim ki, bəzən görürsünüz son vaxtlar geniş yayılıb ki, dostlarımızdan bizə mesaj gəlir, hətta səsli mesaj gəlir ki, mənə təcili pul lazımdır, bu karta göndər və biz də görürük ki, onun səsidir, heç nə də soruşmuruq, dərhal ona pul göndəririk. Bu süni intellektin mənim dostumun, ən sevdiyimin insanların səsini biometrik yaddaşa köçürməsidir ki, və onlar kimi davrandıqda istərseniz mənim etibarımı artırır. Onu tövsiyə edə bilərəm ki, bütün tərkiblərdən qorunmanın bir nömrəli yolu şübhədir. Texnologiya nə qədər sürətli inkişaf eləsə də biz öz şübhələrimizi o cür artırmalıyıq. Şübhəli insana yanaşmaq da çətindir, ona zərər vurmaq da çətindir. Hər addımdan şübhələnməliyik ki, oradan gələn təhlükədən qorunaq. Bu sahə üzrə müəyyən bir risklər vardır, çünki həmişə texnika, texnologiya bir addım daha öndə olur. Bunun da müəyyən hüquqi boşluqların yaranmasına, həmçinin informasiya təhlükəsizliyi sahəsində müəyyən risklərin yaranmasına səbəb ola bilər. Amma buna baxmayaraq, dövlət də bu sahə üzrə hüquqi boşluqların aradan qaldırılması üçün çevik və adekvat addımlar atmaqdadır. Çünki bu sahə üzrə boşluqlar yarandıqda risklərin də böyüyə bilir. Bu sahə üzrə hüquqi boşluqların aradan qaldırılması və texniki təhlükəsizlik tədbirlərinin görülməsi daimi olaraq zəruridir, həyata keçirilməlidir və paralel şəkildə həyata keçirilir ki, bu da gələcəkdə yarana biləcək risklərin qarşısının alınmasına müsbət təsir göstərir. Vətəndaşlar sosial platformalardan istifadə edərkən, istər bu maliyyə sahəsidir, istər digər bir məlumat mübadiləsi həyata keçirəndir ki, Facebookdur, WhatsAppdır və digər sahələrdir. Bu sahə üzrə informasiya savadlılığının yuxarı olması gələcəkdə həmin şəxslərin müəyyən risklərinin olmasının qarşısını alacaqdır. Belə ki, bildiyimiz kimi indi kiber təhlükəsizlik sahəsində bir də baxsa müəyyən çətinliklər olur ki, maliyyə bank hesabları ələ keçirilir, maliyyə itkisinə səbəb olur və ya vətəndaşın özünə aid olmayan, özünün istifadə etmədiyi profillərdən və ya səhifələrdən özünə aid olan məlumatlar paylaşılır. Buna aid vətəndaş həm diqqətli olmalıdır, həmçinin bu sahədə həmin məlumatların yayılmasına da vasitəçi olmamalıdır, ona da xüsusi diqqət etmək lazımdır. Və bu halları qarşılaşdıqda, əgər qanunvericilik pozulması müəyyən edildikdə, aidiyyatı dövlət orqanlarına müraciət etməsi tövsiyə olunur. Süni intellekt dövründə kiber təhlükəsizlik sadəcə texnoloji bir məsələ deyil, eyni zamanda hörmətli tamaşaçılar bir qədər də hüquqi məsuliyyət tələb edən bir mövzudur. Odur ki, çalışaq ki, bu sahədə özümüzü inkişaf etdirək və məsuliyyətlərimizdən yayınlayaq.